Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə qışlıq yarpaq, üzüm yarpağının qışlıq turşusunu hazırlayacağıq. Yəni qışda açıb dolma bükmək üçün. Budur, gördüyünüz kimi, bax belə 1 litrik butulkalara yarpağı doldurmuşuq. İçərisinə nə su, nə duz əlavə etməmişik. Budur, burada gördüyünüz kimi, bax belə yarpağımızın 3-4 dənəsi yarpaq götürürük. Belə sıx doluyuruq rulon formasında. Budur, bax belə butulkalarımızın içərisinə əlavə edirik. Və bunu möhkəm harasa bir stolun üzəri olmasın, yerdə, polun üzərində bax belə yerə çırpırsan ki, içərisindəki yarpaqlar aşağı ensin. Budur, bax belə. Nə su, nə duz əlavə etmədik. Möhkəm butulkamızı doldurduq. İndi bunun ağzını möhkəm bağlamaq lazımdır ki, hava keçməsin. Bax, budur belə. İstəsəniz duz, su əlavə edib elə də bağlaya bilərsiniz. İndi o biri bankalarımızı su ilə duzdan bağlayacağıq. Belə quru bağladıq. İndi o biri bankalarımıza da su, duz əlavə edib bağlayacağıq. Qışlıq tədarükümüzdür bu bizim. Balaca 1 litrik banka olduğuna baxma, xeyli yarpaq gedir içərisinə. Yəni yaxşı belə döysəniz möhkəm yerə, içərisində yarpaq çox gedəcəkdir. Yəni aşağısına çox enir, üzərindən də yarpaq. İndi də bankamızda bağlamaq qaydasını sizə göstərmək istəyirəm. Yəni içərisinə qaynar su əlavə edəcəm. Gördüyünüz kimi yarpaqlarımızı bax belə qatlayıb bankamızın içərisinə əlavə edirik. 1 xörək qaşığı duz əlavə edirik. Yenə yarpağımızdan əlavə edirik bankamızın içərisinə. Bax beləcə duz, yarpaq möhkəm bankamızı yarpaqla doldurandan sonra suyumuzu əlavə edəcəyik. Budur, çaynikimiz möhkəm qaynayanda krişkamızı da içinə tulladıq. İçində qaynadı. İndi bankamızın içərisinə qaynar su əlavə edəcəyik. Şaqqa-şaq qaynayan lap qaynar su əlavə edək. Az-az əlavə etmək lazımdır ki, su lap aşağı insin. Tam bankamız suyla dolandan sonra ağzını möhkəm bağlayacağıq.
Bankamız möhkəm su ilə dolandan sonra qaynar su ilə budur. Krişkamızı ağzına qoyub, bax belə banka bağlayanla tam möhkəm bağlayacağıq. Bankamızı möhkəm bağladıq, budur. Yəni narahat olmayın ki, buralarında yaşıl yarpaq qalıb. Onlar da hamısı saralacaqdır. Bankamız istidir. Bax beləcə möhkəm bağlayandan sonra hara istəsəniz sklata ya da bir otağın bir tərəfinə, şkafa, yəni orada harda istəsəniz saxlaya bilərsiniz. Narahat olmayın ki, banka atar ya qıcqırar, nəsə olar. Çox gözəl durur. Neçə il istəsəniz saxlaya bilərsiniz. Bax beləcə. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.